Hər kəsi salamlayıram dostlar. Bu günlərim sizə keçən dəfə opinion paraqrafı izah eləmişdim. Orada strukturları işləmişdim, amma yəni onu bilmək lazımdır ki, əgər biz düzgün cümlə quruluşunu bilməsək, heç cürə esse yaza bilmərik. Ona görə bugünkü mövzumuz ingilis dilində cümlə quruluşuna aid olacaq. Yoldaşlar, ona diqqət yetirmək lazımdır ki, ən sadə cümlə quruluşu mübtəda, feil və tamamlıq tandemindən olur. Yəni subject, verb, o. Yəni biz buna çox vaxt SVO deyə də deyib baxa bilərik. Məsələn deyirəm I read books, mən kitab oxuyuram. Və yaxud da deyirəm she likes music, o musiqini sevir. They play football, onlar futbol oynayırlar. Və yaxud da we learn English, biz ingilis dilini öyrənirik. Deməli burada subject bilirik ki bizim nəyimizdir? Mübtədamızdır. Və kim nə sualına cavab verir? Əsasən də adlı halda olur. Verb fiildir, yəni bizim cümlənin xəbəridir. Read, like. Object isə bizim tamamlığımızdır. Kimi nəyi sualına, da nəyi suallarına cavab verir. Deməli bizim ən sadə formulamız nə oldu? SVO. Yəni I eat apples. Bax, I mənim burada mübtədamdır, eat mənim burada xəbərimdir, apple da burada mənim tamamlığım olur. Yəni mübtəda xəbər tamamlıq kimi biz cümlə quruluşunu yadda saxlamalıyıq. Daha sadə, yəni A1, A2 səviyyələrində yoldaşlar, cümlə quruluşunda biz nədən istifadə edirik? Olmaq, yəni to be-dən istifadə edəcəyik. Yoldaşlar, bax mən baxıram, bir dənə mübtəda deyirəm və əmizad verirəm. Deyirəm I am a student, mən tələbəyəm. She is happy, o xoşbəxtdir. Yəni esselərdə, opinion paraqraflarda duyğu, hiss tipli cümlələr bildirmək istəyirsinizsə, bu zaman subject plus əmizardan istifadə edə bilərsiniz. They are tired, o yorğun, onlar yorğundurlar. Yəni başlanğıcda bu iki modeli istifadə edə bilərik. Yəni S və O, yəni subject plus verb plus object, bir də subject plus to be, yəni əmizar. Deməli, gəlin ilk öncə başlayaq nədən? Məsələn, swapdan. Yəni biz buna qısa şəkildə swap deyirik. Yəni biz daha çox yer bildirəcəyik. Yəni mübtəda, fiil, tamamlıq plus yer. Məsələn deyirəm mən oxuyuram evdə. O oynayır məktəbdə. Öyrənir sinif otağında. Deməli 2-yə gəlirəm. 2-də isə time var, yəni vaxt verirəm. O oxuyur hər gün. O izləyir hər axşamlar, nə bilim, bazar günləri. Və bunun ən çox yayılmış modeli swapped modelidir. Yəni mübtəda, xəbər, tamamlıq, yer və vaxt. Yəni mütləq şəkildə bu quruluşu biz öyrənməliyik. Yəni artıq cümləmiz biraz uzanır. Nə deyir? Deyirəm I read English books at home every evening. Bax, I mənim burada mübtədamdır. Read mənim xəbərimdir. Öyrənirəm nəyi? İngilis dilini. Yəni bu mənim artıq tamamlığımdır. İngilis kitabları mənim bir yerdə tamamlığımdır. Harda? Bu yerdir. Bu isə artıq vaxtdır. Yəni biz bunu make-up sentence suallarında da artıq normal şəkildə yazacağıq bu testləri. Məsələn, she does her homework. O mübtəda, does xəbər. Onun tapşırıqlarını harda? Artıq mən burada bunu verə bilərəm və nə vaxt? Every day. Bu şəkildə verə bilərik. Yəni, bir də uşaqlar dördüncü var. Bunu artıq səbəb bildirəndə biz necə ki, öyrənəcəyik nə? Controlling idea. Məsələn, bu esselərdə və yaxud da supporting sentences. O zaman, yəni dəstəkləyici cümlələr və s. olanda biz artıq bu quruluşdan istifadə edəcəyik. Bax, birinci. Görürsənmi, bu mənim mübtədamdır, bu mənim xəbərimdir, bu mənim tamamlığımdır. Sonra nə gəlir? Because gəlir. Çünki artıq səbəb bildirirəm. Yenə mübtədamı verirəm, xəbərimi verirəm. Çünki mən müəlliməm. Mən ingilis dili oxuyuram, çünki müəllim olmaq istəyirəm. Deyirəm she, mübtəda, goes, xəbər, to the gym. Bu da object, yəni tamamlıq. Çünki yenə mübtəda, artıq I want to be healthy. Bax görsən, to be yox, heç
Want to verb. Yəni mən olmaq istəyirəm sağlam da yox, müəyyən bir şey. Yəni müəllim və s. axır. Formula bu şəkildə olacaq. Bir də var mürəkkəb cümlələrdə. İki sadə cümləni birləşdirib mürəkkəb cümlə and-lə bağlayıb iki dənə cümlə verə bilərəm. Məsələn, əvvəl belə dedim. I study English bu ayrı bir cümlə, I read books ayrı bir cümlə. İndi mən bunları birləşdirirəm. I study English, I read books. Yəni bu artıq mürəkkəb cümlədir. Çünki uşaqlar, bizim verilən opinion paraqraflarda artıq bizdən yalnız sadə cümlələrlə versək bizdən bal kəsə bilərlər. Onun üçün biz nələrə də müraciət etməliyik? Mürəkkəb cümlələrə də müraciət etməliyik. Məsələn, deyirəm ki, bax burada da bu başqa bir məsələdir. Also plus subject verb. Deyirəm also I am tired. Baxmayaraq ki, yorğunam və yaxud da belə deyirəm, yorğun olsam da I study English, ingilis dili öyrənirəm. Also she was, məşğul olsam da ona kömək et. O məşğul olsa da kömək etdi. Deməli formula nədir? Also mübtəda xəbər. Yəni bundan da istifadə edə bilərsiniz. Gələk if-lə. If subject plus verb, sonra subject plus will plus verb. Yəni bunu artıq biz zaten zamanlarda da keçmiş şərh budaq cümləsidir. If I study hard, əgər yaxşı, çox oxusam, çox çalışsam, I will pass the exam, imtahandan keçəcəm. Yəni bunu da yoldaşlar rahat şəkildə if-lə istifadə edə bilərsiniz. Esselərdə uşaqlar zera və zeris tipli cümlələrdən də biz istifadə edirik. Gəlin zeris bilirik ki, özündən sonra tək isim gəlir. Mən hardasa nəsə var demək istəyirəm. Təbii ki, mən bu cümlə quruluşunu yalnız 11-ci sinif üçün demirəm. Bu eyni şəkildə 9-cu sinifdə describe pictures-a da aiddir. Məsələn, zera tipli cümlələr daha çox orada istifadə. There is a book on the table. Masanın üstündə kitab var. There is a student in the classroom. Sinifdə bir şagird var. There is a park in your house. Evimin yaxınlığında var. Yəni tək isim gəlir, sonra isə yer gəlir. Zerada isə əksinə cəm isim gəlir, sonra özündən sonra yer gələcək. Gördüyünüz kimi. İndi gələk burada biz vermişik nəyi? Some və any ilə. Yəni müsbət tipli cümlələrdə biz bilirik ki, some istifadə edəcəyik. Mənfi və sual tipli cümlələrdə isə any istifadə edəcəyik. Deyirəm, there are some books on the table. Masanın üstündə bir neçə kitab var. İnkarda olanda artıq some-la any bilməliyik. Artıq yer, zaman və səbəb əlavələri də bilərik. Məsələn, deyirəm, there is a new school in our town. There are many students in the school every day. There is a small park. Bax, deyirəm ki, burada mənim evimdə. Çünki mənim çox uşaqlar burada yaşayır. Görürsünüzmü? There are some interesting books. Maraqlı kitablar var stolun üstündə. I want to read. Mən onları oxumaq istəyirəm. Yəni sonuncuda artıq that var. Görürsən, that vardı relative pronouns da vermişəm. Sonra yoldaşlar, bax, bir də var there is a book on the table. Masanın üstündə kitab var. Bir də deyirəm the book is on the table. Kitab masanın üstündədir. Yəni bu hər iki eyni istifadə eləməyin də fərqli cümlələrdən istifadə edə bilərsiniz esseylərinizdə yoldaşlar. Yəni bu belə bu şəkildə. Əgər dərslərimizə qoşulmaq istəsəz də 055 602 54 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Oldu yoldaşlar, sağ olun, salamat qalın.